Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahabetihi ecma'in. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefqahu qavli. Amma ba'd. Möhtərəm qardaşlarım, ən birinci özümə, sonra isə sizə Allah Taala'dan haqq təqvasından qorxmağı nəsihət edirəm. Çünki təqva insanı Rəbbinə yaxınlaşdıran ən böyük amillərdən biridir və qəlbi əməldir. Və qəlbi əməlin səbəbi ilə də zahir əməllər islah olur. Qəlbi əməllərin səbəbi ilə zahir əməllər islah olunur. Çünki qəlb islah olmasa zahir islah olmur. Münafiqlər eləyirlər. Qəlbləri islah olmadığına görə zahirlərində etdikləri onlara fayda vermədi. Və insanın qəlbini islah edən və o qəlbin səbəbi ilə zahiri islah edən amillər var. Bu amillərdən biri elmdir. Elm tələb etmək. Yəni müsəlmanın özünə vacib olan elmi tələb etməsi və öyrənməsidir. O elm ki, sən ondan soruşulacaqsan. O elm ki, sənə vacibdir öyrənmək. O elm ki, sənin ailən ona möhtacdır. Hər bir kişi öz ailəsinin üzərində məsuliyyət sahibidir. Hər bir kişi öz ailəsinin üzərində məsuliyyət sahibidir və öz ailəsinin üzərində hökm verəndir. Öz ailəsində bir elm əhlidir. Hər bir kişi. Ona görə də hər bir kişiyə lazım olan bir elm var ki, onun ailəsinə o fayda verəcək. Çünki sənin ailən səndən başqa kimdənsə soruşa bilməyəcək. Sən ailəvi islah eləməlisən. Və şəriət bizə baxmayaraq ki, elmi əmr etsə də, şəriət bizə elm tələb etməyə əmr etsə də və onun üzərində sabit qalmağa əmr etsə də və orada ədəblər qoyub. Və orada yönlər qoyub, üslublar qoyub. Heç nə boşu-boşuna deyil. Başqa elmlərdə ədəb deyilən bir şey yoxdur. Ədəb şərt deyil yəni. Sən hər nə olursan ol, fizikaya xeyirdir. Sən hər nə olursan ol, riyaziyyat elminə xeyirdir. Sən ədəblisən, sən ədəbsizsən, fərq eləməz. Sən nəsən, fərq eləmir. Hər nə olur olsun, sənin başının içindəki lazımdır. Onu ver. İslam dini onun əksidir. İslam dininə başının içinə, yəni elmin özünə ikinci dəfədə baxılır, ikinci etapda baxılır, birinci ədəbə baxılır. Ədəb varsa, ondan sonra artıq ondakı olan elmdən istifadə olunur. Başqa elmlərdən fərqli olaraq, əks olaraq. Və elmin də dediyimiz kimi, qardaşlar, şəriət bizə öyrədir və bir mənhəc olaraq elm tələbində, elm tələb eləyənin və istər o elm kiçik elm olsun, yəni özünə və ailəsinə yetəcək elm olsun. İstərsə fərqi yox, cəmiyyəti üçün olsun, fərq eləməz. Allahın kitabı bizim üçün bir mənhəcdir, bir metoddur, bir qaydadır, bir düsturdur ki, onunla yaşamaq lazımdır. Çünki gələn əmrlər, hər bir gələn əmrin öz sifəti var. Allah Taala namazı əmr etdi, amma necə? Hər kəsin istədiyi formada yox. Allah Taala oruç tutmağı əmr etdi, amma necə? Hər kəsin öz istədiyi kimi, hər kəs öz istədiyi kimi oruç tuta bilər, oruç tuta bilməz. Allah Taala həcc etməyi əmr etdi və o həcc etsə də ona sifətlər, yəni qaydalar qoydu. Və elm tələbində də qaydalar var. Necə ki Allah Taala öz kitabında buyurur ki: "Və la tec'al bil-Qur'an min qabl an yuqda ilayka vahyu." Sənə Allahın kitabı, yəni Quran nazil olmamışdan qabaq və yaxud da sənə hər hansı hökmlər gəlməmişdən qabaq tələsmə. Allah Taala öz Rasulü Muhammed sallallahu əleyhi və səlləm bunları əmr eləyir. Yəni ki, olmayan hökmlər haqqında, sənə verilməyən hökmləri, yəni səndə olmayan elm barədə danışma. Allah Taala kitabında buyurur ki, ayənin ardından "Və qul Rabbi zidni ilmə" və elmimi artır. Və buradan bir qayda görünür, qardaşlarım. İnsana çatmayan elm barəsində danışmaq haramdır. Əgər Muhammed sallallahu əleyhi və səlləmə Rəbbi icazə vermədisə, ona çatmayan elmi insanlara danışmağı. Biz bilirik, şəriət illər ərzində tamamlandı. Baxmayaraq ki, Allah qatında artıq o kamil idi. Amma Muhammed sallallahu əleyhi və səlləmə artıq 20 ildən çox bir vaxtda artıq tam olaraq şəriət nazil oldu. Və Allah Taala Muhammed sallallahu əleyhi və səlləm həyatının sonlarındaykən necə ayələr nazil etdi və buyurdu ki: "Əl-yevmə əkməltu lekum dinakum." Bu gün artıq dini sizin üçün kamilləşdirdik. Və bu ayədən öncəki gələn ayələr hamısı ona göstərir ki, din tədricən gəlib. Elm hamısı birdən-birə Muhammed sallallahu əleyhi və səlləmə vəhy olunmayıb. Əgər Muhammed sallallahu əleyhi və səlləmə elm birdən-birə gəlməyibsə, əgər Allah Rəsulü Muhammed sallallahu əleyhi və səlləm ona çatmamışdan qabaq çatmayan elmdən bir elmsiz idisə və yerdə qalanlar lap üstündür. Yerdə qalanlar lap ehtiyatlı olmalıdır. Və xüsusilə də o müsəlmanlar ki, elm öyrənməkdə hərislikləri var. O müsəlmanlar ki, Allahın dinində çalışmağa, istər dərslərdə iştirak etmək olsun, istər özlərinə vacib olan məsələlər olsun, istər dərsləri dinləməkdə olsun, fərq eləməz. Sənə çatmayan elm barəsində şəriət qadağan edib. Muhammed sallallahu əleyhi və səlləmə qadağan etsə, bəs bizə necə? Allah üstünə qadağan oldu. Və həmçinin də insana lazımdır ki, onda olmayan elmi Allahdan istəsin, danışmadan qabaq. Danışmadan öncə. İnsan danışmadan öncə birinci istəməlidir. Allah Taala'nın elmi artırmağı və Allah Taala öz kitabında Muhammed sallallahu əleyhi və səlləmə yalnızca bir yerdə ona icazə verdi artırmağı. Bax, nə dünyaya, nə oğlu uşaq üçün, heç bir şey üçün şəriət Allahın kitabı yəni nəyisə artırmaq istəməyib. Yalnız elmdən başqa.
Və qul Rabbi zidni ilmə. Ey Rəbbim, mənim elmimi artır. Bugünkü müsəlmanların tam əksi. İndi Rəbbinə asılan əllərin çox vaxtını, əgər biz duaları eşitsəydik, əgər biz qəbirdə keçən Allaha qarşı dualar eşitsəydik, orada görərdik nələr var, nələr yox. Və yoxların içində din var. Elm var. Və elm də çox azdır. Yəni, nə qədər əlini açıb Rəbbinə dua edən insanlar, müsəlmanlar, orada Allah taladan bilmədiklərini Allah ona öyrətsin deyə o elmi istəmək, yəni, o elmi nə qədər istəyirlər? Çox az. Təəssüf olsun ki, çox az. Və insan da bir şey əgər istəyə bilmirsə, dua edə bilmirsə, artıq ona gec hasil olacaq. İnsan istədiyi şeylərə tez çatır. Dünyada istəyirsən, tez çatırsan. Aydındır? Və həyatında hər hansısa bir uğur var, istəyirsən, daim və ona tərəfsən. Və hətta Allahdan dua edib istəyirsən axı, ona tez çatırsan. Ona görə baxırsan, aslan əllərin, yəni duaların içində görəcəksən ki, elm nə qədər istənilən azdır. Amma halbuki Allah Taala'nın kitabının yalnız yeganə şey elmdir ki, o istənildi. Nə dünya, nə ona bənzər şeylər, nə də hətta başqa şeylər. Nə evlilik, nə övladlar. Düz təbii ki, bunları istəmək haram deyil, halaldır. Şəriət bizə bunları icazəli görüb. Amma ən çox istənilməsi lazım olan şey var. Onu da Allah Taala Muhammed sallallahu əleyhi və səlləm əmr etdi. De ki, Rəbbim elmimi artır. Ona görə insana əgər elm çatmayıbsa, əgər insana hər hansısa bir məsələlər agah olmayıbsa, o məsələlərin üzərində müsəlman elm sahibi deyilsə, artıq ona elm gələnə qədər susmalıdır. Və susmaq özü elmdəndir. Çünki insan hər bir şey bilə bilməz. Elm böyükdür. İllər çəkdi. Muhammed sallallahu əleyhi və səlləmə vəhiy nazil olması 20 ildən çox vaxt çəkdi. Amma onu göstərir ki, elm böyükdür. Və ömür azdır. Çünki aqil bir müsəlmanın həyatında təkcə elm deyil. Onun ailəsi də var. Onun qohumları da var. Cəmiyyət də var. Axı insanlara da öyrətmək lazımdır. Axı insanlara çatdırmaq lazımdır. Görürsən, hamısına vaxt ayırdıqca vaxt qısalır. Yəni, elmə lazım olan vaxt qısalır. Və bu da təbiidir. Ona görə elm əhli həmişə deyərlər, elm böyükdür, vaxtı kiçik. Ona görə sənə fayda verən şeyləri götürməyə çalış. Və sənə fayda verən şeylər əgər sənə hələ çatmayıbsa, onda sus. Muhammed sallallahu əleyhi və səlləm əmr olunan buydu. Gerisi Allah səninlidir. Gerisi sənə qalır. Susmasa nə olacaq? Və görünən olur. Fitnə. Və fitnə də ki, bilirsiniz, şərdir. Fitnə şərdir. Allah subhanahu wa ta'ala sülhə, əmin-amansılığa xeyir deyib. Allah Taala dəfə öz kitabında buyurur: "Və sulhu xeyr." Sülh xeyirdir. Yəni sakitlik, əmin-amansılıq xeyirdir. Onun əksi isə nədir bəs? Fitnə bəs nədir? Şərdir. Hər bir tərəfə açılan qapıdır şər. Həm dində, həm dünyada, həm də başqa şeylərdə şərdir, zərərdir. O da hamısı hardan gəlir? İnsanlar bilmədiyi şeyləri artıq danışmağa başlayanda. Kimsə biraz nəsə öyrənir, kimsə biraz harasa qulaq asır. Artıq nə olur? Artıq o elə zənn edir ki, onda nəsə var. Bəli, var. Əvvəlki halına nisbətdə var. Axı öyrəndin, az da olsa çalışdın. Amma sənin Allahın dininə dəvət etməyin üçün sənə lazım olan hələ ki yoxdur. Amma evin içində var. Ona görə fəsad törədənlərin çoxsuna baxsan, evin içində heç nə yoxdur. Fəsad eləyənlərin çoxsuna bax, evin içində heç nə yoxdur. Yəni din, ailəsinə öyrətdiyi dindən nəsə pay yoxdur. Çünki aqil insan birinci ailəsinin içindən başlamalıdır. Aqil insan birinci onları öyrətməlidir. Necə ki, Allah Taala kitabında Muhammed sallallahu əleyhi və səlləm necə əmr eləyir? "Və əmr əhləkə bis-salati vəstabir əleyhə." Əhli-və, yəni zövcələrə namazı əmr et. Yəni haqqı əmr et. Və Allah Taala buyurur ki, "Vəstabir əleyhə" və onun üzərində şiddətli şəkildə səbirli ol. Məgər Muhammed sallallahu əleyhi və səlləm öz ailələrinə, zövcələrinə namaz əmr etmirdi ki? Subhanallah, əmr etdiyi halda Allah Taala dedi ki, yenə də əmr et. Yəni şiddəti göstərmək üçündür. Məgər Muhammed sallallahu əleyhi və səlləm bircə gün olsun öz ailələrinə Allahın dinini öyrətməkdə məsuliyyətsiz eləyib, vallahi eləməyib. Onu etmədiyi halda Allah Taala ona dedi ki, "Vəstabir əleyhə və əmr əhləkə bis-salat vəstabir əleyh." Və Allah Taala bu ayənin sonunda deyir ki, "La nəsəluka rizqa." Biz sizdən, mən səndən. Yəni Allah Taala buyurur öz rəsuluna. Bunların müqabilində, yəni nəyin müqabilində? Ailəvə öyrədəcəklərin, onların Allaha olan itaətin qarşılığında la nəsəluka rizqa el-ayə. Və biz səndən bunun qarşılığını, yəni ruzi və hər hansı bir şey istəmirik. Allah Taala buyurur ki, "Nəhnu narzuquk." Əksinə ruzi verən bizik. Və bunu göstərir ki, insan ailəsinə yetsə, insan ailəsinə öyrətsə, onlara fayda verəni, onu göstərir ki, Allah onu ruziləndirər. Necə ki Allah Taala dedi, axı Allah yalan danışan deyil. Axı Allah Taala sözündən, vədindən çəkinən, müxalif, xilaf çıxan deyil. Ona görə də müsəlmana, Allaha və Rəsul itaat eləyənə,
bu yolu həyatında, yəni haqq olan yolu həyatında əsl yol tutana və həyatındakı həmmi, qəsdi, məqsədi Allahın razılığını qazanmaq üçün yaşayan bir müsəlman üçün öz ailəsinə yetəcək, özünə yetəcək elmi öyrənmək vacibdir. Və onunla da öz ailəsini islah eləməlidir. Məncə Şeyx Qamət hər dəfə dərslərdə dinləyirsiniz, eşitirsiniz, buyur, cəmiyyət ailələrdən ibarətdir. İnsan birinci öz ailəsini islah eləməlidir. Ailə islah olduqdan sonra, insan ailəsini öyrətdikdən sonra artıq yavaş-yavaş ətrafına, bəli, ola bilər. Kimsə deyə bilər, bəs ailə öyrənməsə, bəs belə, axı, nə qədər peyğəmbərlər var idi ki, siz övrüzlər iman gətirmədi. Nuhun oğlu nəinki iman gətirmədi, hətta atası dedi ki, hətta gəmiyə minmədi. Nəinki iman gətirmədi. Bu artıq meyar deyil. Sənin çalışmağın demək. Allah qatında sən nəyə şahidsən? Sənin üzərində Allah Taala şahid axı. Sən çalışsan və əməl etməsələr, artıq səndən qalxan qalxdı. Yəni qələm qalxdı. Amma əsl budur ki, müsəlman öz ailəsinə, özünə yetəcək elmi öyrənməlidir. Və ona çatmayan elmə görə tələsməli deyil. Və ona çatmayan elmi Allah Taaladan istəməlidir. Və Allah Taaladan istəyərəkdən də onun üçün çalışmalıdır. Çünki insan evdə otursa, yatsa, yuxlasa, ona heç gəlmir. Hətta dünya gəlmir. Yatanda, yuxlayanda dünya gəlmir, o qalmışdı elm. Məgər Muhammed sallallahu aleyhi ve sellem Allah Taala vəhy nazil edəndə o gedib evində yatırdı ki, nə vaxt din kamil olar? Ax çalışdı. Yatmadı evində. Demədi ki, mən gedirəm. Nə vaxt insanlar gələrlər, nə vaxt insanlar toplaşar, onda yox, sən çalışdı. Hətta zövcələri radiyallahu anhu, hətta Muhammed sallallahu aleyhi ve sellem'i Xədicə radiyallahu anhə ilə vəsf edirdi. Hərdən dəvət üçün gedirdi insanları öyrətmək üçün. Və qələndə ağzı, burnu qanın üçün döyürdülər. Hətta Muhammed sallallahu aleyhi ve sellem'i döyürdülər. Və bundan usanmırdı, bezmirdi, çəkinmirdi. Yəni Allahın dininə dəvət edirdi. Və görürsən, elm var, təqva var, amma Allahın dininə dəvət etmək üçün nə edirdi? Çıxırdı. Ona görə bugün sən də həmçinin Allahın dinini öyrənmək üçün çıxmaq lazımdır. Evin içində elm olmur. Düzdür, bugün biraz rahatdır. Dərslər var, videolar var və s. Hətta bunu eləyənmirlər müsəlmanlar bugün. Baxırsan, məsələn, Osman müəllim bir dərs qoyub. 100 nəfər baxıb. 200 nəfər, 300 nəfər. Subhanallahil-azim. Məgər Azərbaycanda 300 dənə sələfi var? Məgər Azərbaycandakı sələflər 300 nəfərdir? Yoxsa onlar elə güman edirlər ki, möhtac deyirlər. Biz Allah Taala'dan gələn hər bir kiçik xeyrə möhtacıq. Hər bir kiçik xeyrə. Hətta subhanallahil-azim Allahın nazil etdiyi yağışa belə möhtacıq. Nəinki elmə. Elm ondan üstündür. Hətta o yağış. Yağış yağmasa nə olar? Məhsulun batacaq. Yağış yağmasa nə olar? Sahələr batacaq. Amma o demək deyil ki, yağış yağmasa sənin dinin əldən gedir. Əldən getməz. Bəlkə də imanın qalxar Allaha çoxlu dua elədiyinə görə. Amma görürsən, hətta biz o yağışa möhtacıq. Əgər biz o yağışa möhtacıqsa, bəs Allahın bizə öyrətdiyi elmə hansı səviyyədə möhtacıq? Ona görə də qardaşlarım, insan Allahın dinini öyrənmək üçün çalışmalıdır. Hər nə qədər gücü çatırsa. Çünki Allah ona şahiddir. Onun gücünə, qüvvətinə Allah şahiddir. Və Allah şahiddirsə, müsəlman özü yalandan şahidlik gətirə bilməz. Allah şahiddir ki, mən bacarmıram. Amma əslən Allah bilir, sən bacarardın. Ona görə Allah Taala'dan istəyirəm ki, bizə fayda verən elmi öyrətsin. Və o elmi bizim ailəmizin içində, qardaşlarımıza, cəmiyyətimizdə o elmlə insanlara fayda verməyi bizə müvəffəq eləsin. Allah Taala bizi bu ayda bağışlasın, əfv eləsin. Qardaşlar, inşallah ola bilsin bugün Qədr gecəsindən günlərin biridir. Çünki 21-nə keçir və Muhammed sallallahu əleyhi və səlləm buyurdu ki, son 10 gündə axtarın. Son 10 gündən birindədir Qədr gecəsi. Hansı o Qədr gecə ki, 1000 aydan xeyirlidir. Yəni 1000 ayda ibadət eləsən nə qədər əcr qazanardın? 1000 ay ibadət eləsən Allah Taala'ya nə qədər əcr qazanardın? Vallahi bir gecə onun misalındadır. Axı Allah Taala öz kitabında buyurur: "Xayrun min alf şəhr." 1000 aydan daha da xeyirlidir. Fərzə o bir gecə ibadət eləsən Rəbbinə, 1000 ay Allah Taala'ya ibadət eləmiş kimisən, ixlasla təbii ki eləsən. Amma Allahın rəhməti böyükdür. Allahın lütfu da böyükdür. Allah bizə rəhm eləyib. Allah Taala bizi yükləməyib. Əksinə Allah Taala bizim bağışlanmağımızı istəyir. Allah istəyir ki, bizi bağışlasın, bizi əfv eləsin və bizi oddan qurtarsın. Allah Taala'dan istəyirəm ki, bizim cəsədimizi, bədənlərimizi oda haram eləsin. Və bizi bu Ramazanda, bu ayda bağışlasın, ölkəmizi qorusun və bu əmin-amansızlığa görə Allah Taala dövlət başımızdan razı olsun. Nə qədər yerlər var ki, yoxdur. Vallahi yoxdur. Heç bunun onda biri yoxdur. Hətta bu əmin-amansızlığın onda biri yoxdur. Və əmin-amansızlıq da rəhbərin sayəsində olur. Yəni oradakı insanlara görə olmur. Elə yerlər var ki, bəlkə bizdən təqvalıdırlar.
Bizdən də çox Allah ibadət edirlər. Amma əmin-amansızlıq yoxdur. Əmin-amansızlıq rəhbərin əli ilə olur. Və əlhəmdülillah bu əmin-amansızlıq da onun əli iləndir. Allah müvəffəq etsin xeyirlərə. Allah onu xeyirdə sabit saxlasın. Kim ona zərər istəyirsə, Allah onun zərərini özünə qaytarsın. Və kim ona xeyir istəyirsə, Allah təala o xeyir əhli onu yaxınlaşdırsın. Amin ya Rabbi. Allah bizi qorusun. Allah dövlətimizi qorusun. Allah ordumuzu qorusun. Allah bizi ən şərəfli, ən əzəmətli kəlmə olan La ilahə illallah Muhammed Rasulullah kəlməsinin üzərində yaşasın. Bu kəlmənin üzərində də bizim canımızı alsın. Ən güzel Allah buyurur. Subhanakallahumma bihamdika eşhedü en la ilahe illa ente estağfiruke Allahumma ve etûbü ileyk. Bəli.